Salam, hər vaxtınız xeyir olsun. Bugünkü mövzumuz coğrafiya olacaq. Ümumi olaraq coğrafiya barədə mövzuma saracaq. Yəni, e, ilk olaraq Azərbaycan coğrafiyasına toxunmaq, ardınca isə dünya coğrafiyasına da müzakirə eləyək. Deməli, Azərbaycan ilk olaraq qeyd edeyim ki, coğrafi baxımdan, fiziki coğrafi baxımdan 5 rayona bölünür. Bu, Böyük Qafqaz, Kür-Darağası çökəkliyi, Kiçik Qafqaz, Lənkəran, Orta Araz təbii vilayətləridir. Və Azərbaycan coğrafiyasında həmçinin Azərbaycanın 14 iqtisadi rayonu var ki, bunlardan son ikisi 2021-ci ildə yaradılan iqtisadi rayonlardır. Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonları. Yəni, bu iqtisadi rayonlara tərkibinə daxil olan rayonların mütləq diqqət yetirin, yadda saxlamağa çalışın. Bunları bir-bir toxunmaq istəmirəm, dərsin böyük hissəsi ona keçməsin deyənə. Daha sonra Azərbaycan udqar nöqtələrinə toxunmaq istəyirəm. Azərbaycanın şimalında Qutunda, cənubunda Astara çay, şərqində Şahdili, qərbində isə Dilucu. Bunlar Azərbaycanın ucqar nöqtələri hesab olunur və Azərbaycanın sərhədləri 5 ölkə ilə sərhəddir. Gürcüstan, Ermənistan, Rusiya, Türkiyə və İran. Ən böyük sərhədimiz Ermənistanla 1007 kilometrdir. Ən balaca sərhədimiz isə Türkiyə ilə 15 kilometrdir. Bəzində 14 gedirlər. Və Azərbaycanda deməli, burada bir də sualların üzərindən irəliləyəcək, testlərin üzərinə baxa-baxa irəliləyəcək. Amma qeyd edeyim ki, deməli, burada sərhədlərimiz əlavə onu da edeyim ki, Azərbaycanın iki dövlətlə Türkmənistan və Qazaxıstanla yalnız su vasitəsindən sərhədli, Təxəzə dəniz vasitəsindən həm quru, həm su vasitəsindən sərhəd olduğumuz dövlətlər Rusiya və İrandır. Digər Gürcüstan, Türkiyə, Ermənistan isə yalnız quru vasitələ, yəni quru yolla sərhədliyimiz vardır və həmçinin Azərbaycanın ən hündür nöqtəsi bildiyiniz kimi Bazar düzüdür. Və Azərbaycanda bir neçə dağ silsiləsi vardır Azərbaycan. Bunlardan ən yüksəyi Baş Qafqaz sıra dağlarıdır ki, və hətta buna baş su ayrıcı da deyilir. Bunlar əlavə olaraq iri dağlara Bazar düzü, Bazar yurd, Tufan, Buton dağ kimi dağ zirvələri daxil edilir. Və Azərbaycanın da Kiçik Qafqazın ən hündür zirvəsi Murov dağı sayılır. Kiçik Qafqazın ən hündür zirvəsi Azərbaycanda Murov dağı sayılır. Amma ümumilikdə Kiçik Qafqazın ən hündür zirvəsi desək, Əliyəz zirvəsi gedəcək. Daha sonra bir də Azərbaycan 5 tektonik zonaya ayrılır. Bunu da qısa olaraq demək istəyirəm. Böyük Qafqaz tektonik zonası, Kiçik Qafqaz, Kür, Qusar maili düzənliyi, yəni bu Ön Qafqaz gedir. Ön Qafqaz və Araz tektonik zonasına ayrılır. Və Azərbaycan həmçinin bilirsiniz ki, palçıq vulkanlarının çoxluğuna görə seçilən dövlətlər, yəni Abşeron bölgəsində, yəni Qobustan və Abşeron ətrafında palçıq vulkanları daha çoxdur və dünyada birinci yerdədir hətta Azərbaycanda palçıq vulkanları. Bununla qeyd edeyim. Azərbaycanda çıxarılan faydalı qazıntılara toxunmaq istəyirəm. Bunlardan ən çoxu bildiyimiz kimi təbii qaz ehtiyatlardır. Bu Abşeron yarımadasında
Həmçinin Mərkəzi Aranda, Siyəzəndə, Ceyrançöldə, Gəncəndə, yəni Naftalanda e, neft qaz ehtiyatları daha çoxdur. Və Azərbaycanın ən böyük neft yataqları deyəndə isə Azəri, Tıraq, Günəşli, Şahdəniz və Qaradağ. Bunlar neft yataqlarıdır. Qaz yataqları isə Şahdağ, sonra Qaradağ, Mişovdağ, Gürcan, Zirvə. Bunlar isə qaz yataqlarıdır. Daha sonra Azərbaycanda həmçinin bildiyiniz kimi yanar şist ehtiyatları da yayılıb. Mis yataqlarıdır, polimetal yataqlar, molibden yataqlarıdır, qızıl yataqlarıdır. Qızıl yataqları Kəlbəcər və Zəngilan bölgəsində daha çoxdur. Yanar şist isə İsmaili və Qobustan bölgəsindədir. Daha sonra civə yataqlarıdır. Kəlbəcər, Naxçıvan bölgəsində. Ardınca isə Tarvertin ehtiyatlarıdır ki, Tarvertin ehtiyatları Naxçıvan və Kəlbəcərdədir. Mərmər isə Daşkəsən və Naxçıvan bölgəsindədir. Mineral sular baxımından da Azərbaycan zəngindir. Ən zəngin çıxarılan Naxçıvan bölgəsində Sirablı, Badamlı, Vayxır, Kəlbəcərdə isti su, Dəvəçidə Qalaltı, Şuşada turş su, Qaxda iri su, Abşeronda Şıx Suraxanı. İqlim tiplərinə gəldikdə isə Azərbaycanın iqlimində belə deyək, subtropik və mülayim iqlim qurşağında yerləşir və 4 iqlim rayonu var Azərbaycanda. Yəni 9 iqlim tipi var həmçinin və Azərbaycanın ən soyuq bölgəsi və temperaturu 42 dərəcə, mənfi 44-45 dərəcə olaraq müəyyən olunub ki, bu da Zulfada müşahidə olunub. Ən isti temperaturda yenə eynən Zulfada qeydə alınıbdır, müsbət 44 dərəcə. Daha sonra Azərbaycan ən az yağıntısı, ən az yağıntı bölgəsi Abşeron yarımadasıdır, buraya düşür. Ən çox yağıntı isə Astaranın Gəciran kəndinə düşür, Gəciran kəndinə düşür və Azərbaycanda olan çayların hamısı Xəzər hövzəsinə aiddir. Hamısı Xəzər hövzəsinə aiddir. Və onu da qeyd edim ki, Xəzər dənizinin su bazasını ən çox təşkil edən çay Volqa çayıdır. Daha sonra isə Kür çayı gəlir. Və Azərbaycanın iki ən böyük çayı Kür və Araz çaylarıdır. Kür çayı öz başlanğıcı Türkiyədən götürərək Gürcüstandan keçib daha sonra Azərbaycana gəlir. Araz çayı isə Türkiyədən, Ermənistandan, İran və Azərbaycan ərazisinə məxsus çaydır. Azərbaycanın ən hündür şəlaləsi Mucuq şəlaləsi. Oğuz rayonunda yerləşir Mucuq şəlaləsidir. Və ən iri gölümüz isə Sarısu gölüdür. Ən derin gölümüz Göygöldür. Daha sonra nə etməsinin? Daha sonra isə Azərbaycanda deməli, Kür çayı üzərində mövcud olan su anbarlarını deyəcəkdim. Kür çayı üzərində tikilən su anbarları Mingəçevirdir, Varvaradır, Şəmkirdir, Yenikənddir. Bunlar. Bir də su elektrik stansiyalarına toxunmaq istəyirəm. Azərbaycanda bilirsiniz ki, son dövrlər yaşıl enerjinin, yəni bərpa olunan enerjinin yaradılmasına daha xüsusi önəm ayrılıb
maliyyə ayrılır həmçinin və Azərbaycanda 2 bölgə yaşıl enerji zonası elan edilib. Bir Naxçıvan, bir də işğaldan azad olunan torpaqlarımız. İşğaldan azad olunan torpaqlarımızda daha çox yaşıl enerjinin su elektrik stansiyaları, su yəni çaylardan götürülən enerji daxildir. Bunun da səbəbi isə bu bölgədə yüksək dağların olması və suların gürsulu, sürətli olmasıdır. Ardınca qeyd edeyim ki, Naxçıvan bölgəsində isə günəş və külək enerjisi daha çox əldə olunur və bu enerji yaşıl enerji adlanır. Yəni bərpa olunan enerji. Bərpa olunmayan enerjilərə isə bayaqlar saydıqlarım, yəni Azərbaycanın sərvətləri daxildir. Bunlara hansı sərvətlər? Neft qazdır, civədir, qızıldır, polimetaldır. Yəni tükənə bilən enerjilər daxildir ki, bunların sonu var, tükənə bilər. Və Azərbaycanda su anbarları. Ən böyük su anbarı sahəsinə görə Mingəçevir su anbarıdır və bayaq qeyd elədiyimiz kimi Kür çayı üzərində yerləşir. Ardınca Araz su qovşağı vardır. Sonra Bayramtəpə, Milmuğan su anbarlarıdır. Ceyranbatan su anbarı da Abşeronda yerləşir və su ilə təmin edir. Elə həmçinin işğaldan azad olunan su anbarlarımızda su qovşanı, əvvəl Madagiz adlandırılırdı. Yəni ermənilər Madagiz adlandırırdı. İşğaldan azad olunduqdan sonra isə su qovşan adı bərpa olundu. Sonra Sərsəngdir. Belə. Daha sonra toxunmaq istədiyim deməli. Bir də qoruqlara mütləq baxın. Qoruqlarda nələr qorunduğunu diqqət yetirin. Deməli, Qızılağac qoruğunda heyvanlarla bağlı qoruqdur, heyvanlar mühafizə olunur. Şirvan qoruğunda ən əsasən ceyran qorunur. Qarayazı qoruğu Tuqay meşələri bura daxil olan, Pirqulu dağ meşəsidir, Altıağac da dağ meşəsidir. Qobustan isə tarixi abidələrlə bağlıdır. Bəsli çayda isə Şərq çinarı geniş yayılıb. Hirçay isə endemiki bitkilər daxildir bura. Endemik bitkilər daxildir. Və Azərbaycanın ən çox dişləndirilən, indi sualların üzərindən baxa-baxa gedək bir də. Deməli, Azərbaycanın şor-sulu göllərinə aid deyil. Acınahır gölü şor-suludur, adlı sözünə elə baxın. Mazhazırdır, şor-suludur, duzlu göldür, bilirsiniz. Və aid olmayana götürməliyik. Mazhazır dediyimiz kimi şor-suludur, Batabat amma şirin sulu göldür. Sonra D variantında Acınahır və yeni şor-suludur, Hacıqabul və bunlardır. Və baxın, Alagöl, böyük və kiçik Alagöllər isə şirin sulu göllərdir. Suyu içməli göllərdir. Bayaq qeyd elədik, sahəsinə görə ən böyük göl Sarısucul gölüdür. İşğaldan azad edilən su anbarları isə Suqovşan və Sərsəng su anbarıdır. Xaçınçay su anbarı isə düzdür. Bu da həmin ərazidə yerləşir. İşğaldan azad olunan əraziyə aiddir. 1, 2, 3-ü götürdük. 2022-ci ilin may ayında həyata keçirilən Fərrux əməliyyatı nəticəsində hansı su anbarı tamamilə Azərbaycanın nəzarətinə keçdi? Bu Sərsəng su anbarıdır. Sərsəng su anbarının nəzarətə keçməsi Fərrux əməliyyatı nəticəsində idi. İlham Əliyevin su anbarının tikintisi haqqında sərəncam imzalaması, yəni 2023-də hansı su anbarını Yenicədə su anbarının tikilməsi ilə bağlı fərman verdi.
Gəncədə, Gəncədə su anbarı isə Qəbələ rayonunda yerləşir. 2023-cü ildən tikintisinə başlanılıbdır. Ən son tikintisinə başlanılan su anbarı isə Əlincəçay su anbarıdır ki, bu da e, Qax və Şəki ərazisində yerləşir. Üzr istəyirəm, Şəki və Oğuz ərazisində yerləşir. Daha sonra sahəsinə görə ən böyük bayaq dedik, necə çevirdi. Kür çayı üzərində hansı su anbarları tikilib? Deməli, Araz su qovşağı Araz çayı üzərindədir. Baxın, Mingəçevir, Varvara, Şəmkir və Yeni kənd su anbarları isə Kür çayı üzərində tikilibdir, salınıbdır. Ona görə oldu variant B variant. Oy, B variant. Azərbaycanda ən geniş bataqlaşmış sahə haradır? Deməli, bataqlaşmış sahə. Deməli, 2-ci Qarabağ deyəndə 44 günlük müharibə nəzərdə tutulur. 2020-ci ilin sentyabrın 7-sindən noyabrın 8-sinə qədər olan dönəm nəzərdə tutulur. Yəni, 2-ci Qarabağ müharibəsində işğaldan azad olunan bölgələrə aiddir. Xudafərin kəndi, Ağdam şəhəri, Xankəndi şəhəri daxil deyil. Füzuli rayon, İran və sərhəd əraziləri, bu sərhədlərin bir çox hissəsi əvvəlcədən, öncədən qaytarılmışdır. Yəni, bizim əlimizdəydi. Amma Xudafərin kəndinin qaytarılması sırf 2-ci Qarabağ müharibəsi dönəminə. Yəni, bu söz çaşdırmasın. Göstərilən rayonlardan hansının adı edilmişsə, Azərbaycan-İranla sərhədi tam olaraq bərpa olundu. Zəngilanın. Zəngilanın Ağbənd qəsəbəsi 2020-ci ilin 22 oktyabrında geri qaytarıldı. 23 oktyabrında. Və bununla da Azərbaycan-İranla olan sərhədi tam olaraq bərpa edildi. İlham Əliyev dostluq sərhəddə adlandırdığı dövlətlə olan sərhədimiz hansıdır? İran sərhədidir. Və Azərbaycanın ən çox ixal məhsullarına isə Azərbaycana, yəni ən çox gətirilən məhsullara kompüter və yüksək texnologiyalı avadanlıqlar, bütün maşın avadanlıqlar. UNESCO bildirir ki, deməli, mədəniyyət, elm, təhsil sahəsində yaradılan bir qurumdur və Azərbaycanın dünya siyahılı, yəni dünya mövqeli belə abidələr və dünya siyahısına daxil edilmiş abidələrə Şəki-Xan sarayı aiddir, Qobustan aiddir. Qobustan, bayaq dediyimiz kimi, tarixi qoruqdur həmçinin. Şirvanşahlar sarayı da aiddir, Qız qalası da. Amma Cəmiqayı təsvirləri aid deyil. Daha sonra isə deməli, Qarabağ iqtisadi rayonuna daxil olan rayonlar mütləq bunların çalışını bilin. 3 dənə X, 3 dənə A kimi yadda saxlayın, tapmaq asan olacaq. Ağdəbəli, Ağdam, Ağdərə, Xodalı, Xankəndi, Xudavənd, ardınca isə Füzuli, Tərtər, Şuşa. O da B variantı. Şimali və Cənubi Azərbaycan mənəvi yaxınlaşmasına güclü təsir edən əsər Heydər Babaya Salam poemasıdır. Bu, coğrafi baxımından, belə deyək ki, Cənubla Şimalın mənəvi yaxınlaşmasına səbəb olmuşdur. Azərbaycan mübahisəli ərazi problemləri var bir sıra dövlətlərindən. Bunlar bir, İran, digəri Türkmənistan, digəri isə Gürcüstandır. Gürcüstanla Keşişçi dağ məbədi mübahisəli ərazi hesab olunur və həll olunmuyubdur. Türkmənistanla olan mübahisəli ərazi isə hal-hazırda dostluq yatağı adlandırılan neft yatağıdır. Türkmənistanla olan mübahisə
21-ci ildə həll olunub. 2021-ci ildə Dostluq yatağı. Əvvəl buranı Türkmənistan Çəpəz yatağı adlandırırdı. Azərbaycan isə Azərbaycan Çəpəz, Türkmənistan isə Sərdar yatağı adlandırırdı bu yatağı. Gürcüstanla isə mübahisəli ərazi dediyimiz kimi Keçid dağ məbədidir və İranla olan mübahisəli ərazimiz isə Alov yatağıdır. Xəzər dənizində yerləşən Alov yatağıdır. Onun həll olunub olunmamasından bağlı konkret bir fikir bildirilməyibdir. Azərbaycanda ən son yaradılan və yaxud da ən son bərpa edilən rayon hansıdır deyilsə, Ağdərə rayonu götürəcəksiniz. Ağdərə rayonu 92-ci ildə ləğv olunmuşdur Milli Məclisin qərarı ilə. Və onun əraziləri Kəlbəcər, Tərtər və Ağdam arasında bölünmüşdür. Kəlbəcər, Tərtər və Ağdam arasında. Variantı. Ağdam arasında bölünmüşdür bir sıra rayonları və buna görə də Kəlbəcər 2023-cü ilə qədər, yəni Ağdərə rayonu bərpa olunana qədər ən böyük rayonumuz gedirdi. Amma hal-hazırda ən böyük rayonumuz Quba rayonudur. Daha sonra Naxçıvana aid hansı ərazimiz ermənilər işğalı altındadır? Yəni anklav ərazi sayılır. Çərçi kəndi. Naxçıvan Çərçi kəndi anklav ərazi sayılır. 3 dənə də Qazağın kəndi var ki, onlar da anklav sayılır. Onları deyim, Ermənistan işğalı altındadır və ilk qeyd edim ki, anklav nə deməkdir? Anklav başqa dövlətin sərhədləri daxilində yerləşən ərazidir. Başqa dövlətin sərhədlərindən əhatələnibdir. Yəni Azərbaycanla əlaqəsi kəsilibdir. Bir Çərçidir, bir də Qazağın kəndləri olan yuxarı Əskipara, sonra Sofulu və Xeyrimli. Sofulu, Xeyrimli, aşağı Əskipara. Bu ərazilər deməli işğal altındadır, anklav ərazilərdir. Azərbaycan subtropik və mülayim iqlim qurşağında yerləşir. Soyuq iqlim daha çox hansı bölgəsində formalaşmır? Soyuq iqlimin formalaşmadığı bölgə deməli burada Lənkəran Aran bölgəsində formalaşmır. Ən az yağıntı bayaq dediyimiz kimi Abşeron bölgəsinə düşür. Abşeron yarımadasının cənubuna düşür. Ən çox yağıntı isə Cəciran kəndinə. Respublikamızda gəmiçilik üçün yararlı yeganə sayısı Kür çayıdır və ən ucuz nəqliyyat vasitəsi də su nəqliyyatıdır, onu da qeyd edeyim. Xəzər dənizinin ən dərin çökəşliyi isə Lənkəran çökəşliyidir. Daha sonra qeyd edəcəm məlumatlara nələr deməli. Azərbaycanda ümumilikdə 69 şəhər var. Onlardan 14-ü Respublika tabeli şəhərdir. Respublika tabeli şəhərlərə Bakı, Gəncə, Sumqayıt, Mingəçevir, Şirvan, əvvəl adı Əli Bayramlı olubdu. Onu da qeyd edeyim ki, adı dəyişdirilən rayonlarımızdandır Şirvan. Lənkəran, Şəki, Yevlax, Naftalan, Xankəndi, Şuşa, Naxçıvan, Zulfa, Orduba. Bir dənə məlumat qeyd edeyim. Deməli, adı dəyişdirilən rayonlarımızdan deməli Gəncənin də adını qeyd edeyim. Gəncənin adı 2 dəfə dəyişdirilib. Bir, deməli, Çar hakimiyyəti tərəfindən, yəni 1804-cü ildə Gəncə tutulanda Rusiya tərəfindən onun adı dəyişdirilib Yelizavetpol adlandırılıbdır. Yelizavetpol 1918-ci ilə, yəni AXT dönəmində yenidən bərpa olunub Gəncənin adı.
Daha sonra Sovet hakimiyyəti dövründə isə yenidən dəyişdirilibdir 2 dəfə. Kirovabad, Kirovabad adlandırılıbdır. Xəzər dənizində, bunu dedi ki, 82% Volqa təşkil edir, ikinci yerdisi Xəzər dənizi gedir və ümumiyyətlə Azərbaycanda Xəzərin şimal hissəsi donur, şimal hissəsi. Respublikamızın 11%-ni meşələr tutur. Meşələrimizdə isə əsasən vələsdir, palıqdır, bir də fıstıqdır. Ən çox bu meşələr Azərbaycanda zəngindir. Ən çox çeşidləndirilən bölgələrimizə Abşeron yarımadası, bir də Daşkəsən, Dağmədən, kombinat tullantılara aid edilir. Bu iki bölgə daha çox çeşidləndirilir. Daşkəsən, ya Abşeronda neftdir, Daşkəsəndə dediyimiz kimi Dağmədən sanayisinə bağlıdır. Bundan olaraq başqa nələri qeyd etmək lazımdır? Deməli, Qafqazın Liyonu sualı qarşınıza çıxsa, birinci Şəkidən söhbət gedir. İpəkçiliklə məşhur olduğuna görə Qafqazın Liyonu adlandırırlar. Çünki Liyon İtaliyada məşhur ipəkçiliklə məşhur bir şəhər idi. Həmçinin Nuxa şəhəri də adlandırılır Şəki və ipəkçiliyin ən çox inkişaf elədiyi, taxılçılığın isə daha çox inkişaf elədiyi bölgələr Şəki, İsmayıllı, Şammaxı, Ağcabədi, Sabirabad bu bölgələrdir. İndi bir maraqlı bir nüans qeyd edeyim ki, Sovet hakimiyyəti dönəmində taxılçılığın əsas mənşətlərindən biri Gəncə olmuşdu Sovet dönəmində və ona görə də 19-cu əsrdə Gəncəni taxıl anbarı adlandırırdılar. Pambığı isə müstəmləkə bitkisi adlandırırdılar. Yəni, pambıq ən çox xam mal şəklində Rusiyaya ən çox daşınan deməli məhsul idi. Çəltirçiliyin mərkəzləri isə daha çox Lənkəran bölgəsidir. Tütüncülük Şəki, Zaqatala və Naxçıvanda yayılıb. Tərəvəzçilik sahəsində isə Lənkəran Astara bölgəsində əsasən meyvə tərəvəz istehsalı Lənkəran Astara bölgəsindədir. Burada faraş tərəvəzçiliyi deməli geniş yayılıbdır. Və bir də Quba, Xaçmaz bölgəsində isə gec yetişən tərəvəz daha çox yetişdirilir. Yəni, burada geniş yayılıbdır. Faraş tərəvəzçilik nədir? Deməli, faraş tərəvəzçiliyində bunlar bir növ belə deyim də çox sönmüşdür. Deməli, faraş tərəvəzçilik tez yetişən tərəvəzçilikdir və gec yetişən tərəvəzçilik daha çox Quba bölgəsində xasdır. Quba Xaçmaz bölgəsində. Belə, başqa baramaçılıq sahəsinə tutulur ki, Şəki Zaqatala bölgəsində və bir də 19-cu əsrdə ikinci yarısında yaradılan yeni təsərrüfat formaları, kənd təsərrüfatında yeni yaranan formalara isə tütüncülük aiddir, kənd təsərrüfatında tütüncülüydür. Daha sonra bir də bu sahədə yaranan qızıl boyadır. Qızıl boya məsələn bitkiçilik sahəsində 19-cu əsrdə düzdür, ondan qabaq da boyadan istifadə olunurdu, amma belə yetişdirmək kimi 19-cu əsrdən formalaşırdı. Texniki bitkilər. Texniki bitkilər dedikdə isə bu texniki bitkilərə daha çox çəltişdi, taxıl məhsullarıdır. Bunlar daxil edilir. Bir də dəmiyə əkinçiliyi vardır.
Dəmiyyat əkinçiliyi isə suvarmaya ehtiyac olmayan əkinçilikdən söhbət gedir. Suvarılmağa ehtiyac olmur. Və dünya coğrafiyasına da qısa olaraq toxunmaq istəyirəm. Dünya coğrafiyasına isə deməli, ilk qeyd edeyim ki, dünyada əsasən ən çox düşən suallardan bir, monarxiyanın formaları, ümumiyyətlə, dövlətin idarə etməsinin formalarıdır ki, biri monarxiyadır, biri respublikadır. İdarə etmə formalarına diqqət edin ki, hansı dövlət respublikadır, hansı dövlət monarxiyadır. Monarxiya olan dövlətlərin sayı azdır. Bunları yadda saxlasanız, elə daha rahat tapa bilərsiniz. Yaponiya, Belçikadır, belə Böyük Britaniyadır. Sual verə bilərlər ki, niyə Böyük Britaniya adlanır? Yəni, Böyük Britaniya niyə adlandırılır? Ona görə ki, onun tərkibinə bir neçə dövlət daxildir. İngiltərə, US Krallığı, İrlandiya, bir də US, İrlandiya, daxildir. Şotlandiya bir də. Bunlar daxildir. Teokratik monarxiya nə deməkdir? Teokratik sözü dini idarə etmədir. Yəni, dini qaydalarla idarə edilən monarxiya dövlətlər Səudiyyə Ərəbistandır, Vatikandır bir də. Avropada Vatikandır, şərqdə isə Səudiyyə Ərəbistandır. Deməli, ərazisi böyük olan ilk beşliyə deyəndə Rusiya, Kanada, Çin, ABŞ və Braziliya daxildir. Yəni, ərazisinə görə ilk beşli desək, bunlar deyərik. Əhalisi isə ən çox olan 5 dövlət desək, Çin, Hindistan, Amerika, İndoneziya və Braziliya. Onda qeyd edin ki, müsəlmanların ən çox olduğu, say baxımından ən çox olduğu bölgə İndoneziyadır. Əhalisi az olan dövlət desək, Vatikan, Nauru, Palu, Monaka. Yarımada dövlətlərə baxın. Yarımada dövlətlər hansılardır? Ada dövlətlər Böyük Britaniyadır, İslandiyadır, İrlandiyadır. Bunlar ada dövlətlər, Danimarkadır. Dominikandır. Anklav dövlətləri isə Vatikan anklav dövləti sayılır, San Marino anklav dövləti sayılır, Lesotho nə deməkdir? Bayaq izah eləmişdim. Başqa bir dövlətin sərhədləri daxilində yerləşir. Yəni, dörd bir tərəfdən də başqa dövlət tərəfindən əhatə olunur. İnkişaf etmiş ölkələr deyəndə Amerika, Kanada, Yaponiya, Koreya, Singapur, Yeni Zelandiya, Norveç, bunlar inkişaf etmiş ölkələrdir və s. çoxdur. Sayı təbii ki, Fransa, Böyük Britaniya. Böyük beşlik deyəndə isə BMT-nin tərkibi, yəni həm sədrləri olan, daimi üzvləri olan 5 dövlət nəzərdə tutulur. Amerika, İngiltərə, Fransa, Rusiya və Çin. Bu dövlətlər daxil. Bir millətli ölkələr, toxunmaq istədiyim yerlərdən biri, bir millətli ölkələrə Ermənistan, Yaponiya, Polşa, Ərəb ölkələri. Bunlar daha çox qapalıdırlar, yəni başqa millətdən olan, bir də İsraili demək olar. Ancaq öz millətlərindən olan şəxslərin vətəndaşlıq almasına köməklik göstərilir. Yəni, bunlarda qarışıq millətli yoxdur. Amma çox millətli ölkələrə elə Azərbaycan deyə bilərik, Rusiyadır, Hindistandır, Kanadadır. Bunlar çox millətli ölkələrdir. Dünya dinləri deyəndə, dünya dinlərinə
Yahudi, Buddizm, Xristianlıq, İslam bunlar daxildir. Milli dinlər isə bölgələr üzrə olan dinlərdir. Bunlar da e, Hinduizm Hindistandadır, Konfutsi təlimidir Çindədir, Sintoizm Yaponyadadır, İudaizm İsraildədir. Türk dünyasına diqqət edin. Türk dünyasından suallar düşə bilər. Məsələn, sahədə ən böyük Türk dövləti desək Qazaxıstandır. Ardında Türkiyə, Türkmənistan. Əhalisinə görə ən çox əhalisi olan Türk dövləti Türkiyədir. 6 Türk dövləti var. Azərbaycan, Türkiyə, Qazaxıstan, Türkmənistan, Qırğızstan, Özbəkistan. İndi Şimali Kipr götürmək istəsəniz, Azərbaycan Şimali Kipri müstəqil dövlət kimi tanımır deyənə bunu götürə bilməzsiniz. Yəni elə bir variant salsa onu götürməyəcəksiniz. Evet. Əsasən təyyarə istehsalına görə, istehsal sahələrinə görə Özbəkistan təyyarə istehsalına görə xüsusilə fərqlənir. Avtomobilin sahəsində isə Türkiyə fərqlənir. Belə, çalışdım ki, coğrafiya ilə bağlı əsas yerlərə toxunum. Bu günlük bu qədər. Çox sağ olun.